Təzəlikcə dəyişdiyim hamamın krantı yenidən xarab olmuşdu. Payızda dəyişmişdim onu. Ona görə də aşağı işləyirdi, yuxarı tuşa su getmirdi. Ona görə də getdim onun üçün deməli başlıqlar falan aldım. Opşonların hamısına 60 manat pul verdim krantlara. Həm tulpanın krantına, həm də o simistitilə. Həm də məndə evdə deməli olmadığına görə də açarlar filan. Orada dükandakı oğlana dedim ki, bəs mənə ona uyğun açarlar da vercinən. O isə hamısını vermişdi mənə. Sadəcə bir dənə duş başlığı görürsünüz orada da. O duşun başına getmədi deyənə onu apardım, qaytardım. İlk öncə suyu bağladım dibdən ki, ailəmi vurmayın bir-birinə. Sonra oğlanın mənə verdiyi açarla, bu açar belə də ki, el keyfiyyətli açar deyil də, demək olar ki, onu açandan sonra onun rezinləri yeyildi. Bir dənə açar vermişdi mənə, həm görəcəksiniz o qaz açarı kimdir. Bax bu açar. Bu mən ən çox işimə yarayan bu oldu. İlk öncə köhnəni açdım, qoydum qırağa. Sonra yenini bağladım. Yeni krantda da tuş başlığı yuxarıdaydı. Düşündüm ki, bəlkə təzyiq olmayanda su qalxmayacaq, amma yəni sonra indi görəcəksiniz ki, qalxdı, su açdı orada. Bu köhnə bizdə necə idi? Simistiti fərqli idi. İndi görəcəksiniz özünüz. Bunu əslində bura bağlayıram. Su gələndən sonra isə axşam bizə günortalar su kəsilir. Su gələndən sonra isə deməli görəcəksiniz ki, onu açdım oradan tamamilə. Yenisini qoydum. Bu isə məsələn onu açdım, atdım. Bu isə tulpanın krantıdır. Bunu çox çətinliklə açdıq, düzəltdik. Tulpanın krantı. Heç onu necə açdığımı onu göstərə bilmədim. Sındırdıq, çıxartdıq demək olar ki, onu oradan. Günorta çəkmişik. Bax bunu deyirəm ki, bu bunun başına yuxarı olmadı. Onu apardım, qaytardım. Pulumu da qaytardılar, sağ olsunlar. Bugün ağzım oruc 2 dəfə, 3 dəfə yollarda olmuşam. Bax, bir də burada, orada aşağıda görürsünüz. Onu ləğv elədim oradan. Su oradan yuxarı getmirdi. Bu isə artıq axşam versiyasıdır. Yəni su gələndən sonra. Hamısını çox qəşəng düzəltdik.